Hollandiyada 5 və 25 quldenlik əskinasların avroya çevrilmə müddəti 30 aprel tarixində başa çatdı. 2025-ci il mayın 1-dən etibarən bu pullar rəsmi olaraq qüvvədən düşdü. Onları əlində saxlayanlar artıq istifadə edə bilməyəcək, banklar da qəbul etməyəcək. Hollandiya Mərkəzi Bankının DNB verdiyi məlumata görə bəzi 5 və 25 quldenlik əskinaslar 2025-ci il mayın 1-dən etibarən artıq keçərli sayılmır. Üzərində şair Jos van den Vondel və bəstəkar Jan-Pieter Zoon-Selinck'in təsvirləri olan bu əskinaslar banklar tərəfindən qəbul edilməyəcək və heç bir əməliyyatda istifadə olunmayacaq. Bu pullara sahib olanlar əskinaslarını 30 aprel 2025 tarixinə qədər avroya çevirə bilərdilər, lakin bu tarixdən sonra dəyişdirmə imkanı da sona çatıb. Milyonlarla qulden hələ də dolaşımdadır. DNB-nin məlumatına görə təkcə bu 5 və 25 quldenlik əskinasların ümumi dəyəri təxminən 54 milyon avroya bərabərdir. Bütün köhnə qulden əskinasları nəzərə alındıqda isə hazırda dövriyyədə təxminən 34 milyon ədəd kağız pul, ümumilikdə 425 milyon avro dəyərində qalır.